Gəlin fərqli fonda fərqli sualın izahına baxaq. Deməli bizdən A plus B cəmini istəyir. Bu tip suallarda hər məxrəc bərabər olur. Çox vaxt onda bu sürətlərdə orta məxrəcə gətiririk. Onda yazaq x kvadrat çıxılsın 2 bölünsün x kvadrat çıxılsın 3x plus 2 bərabərdir. Aha. Deməli x çıxış 2 vurulsun x çıxılsın 1. Onda burada olacaq a x vurulsun x çıx 1 plus b vurulsun x çıx 2. Bu da bərabər olur a x kvadrat çıxılsın a x plus b x çıxılsın 2b və bölünsün x çıxılsın 2 x çıxılsın 1. Deməli biz buradan nə ala bilərik? Burada a x kvadrat plus burada baxın burada biz x-i çıxarda bilərik, ancaq b-dən heç nə çıxarda bilmərik. Onda yazaq b çıxılsın a vurulsun x çıxılsın 2b və bölünsün x çıx 2 x çıx 1'ə. Deməli burada x çıxılsın 2 x kvadrat çıxılsın 2 bölünsün x çıx 2 vur x çıx 1. Bu da bərabərdir a x kvadrat plus b çıxılsın a vurulsun x çıxılsın 2b bölünsün x çıxılsın 2 x çıxılsın 1. Bu tip suallarda məxrəclər bərabərdirsə onda sürətlər də bərabər olmalıdır. Onda biz məxrəcləri ata bilərik. Onda yazaq x kvadrat çıxılsın 2 bərabərdir a x kvadrat plus b çıxılsın a vurulsun b çıxılsın a vurulsun x çıxılsın 2b. Buradan a'mız olacaq 1 b çıx a'mız olacaq 0 çünki b çıx a yoxdur sol tərəfdə. Burada mənfi 2b bərabər olacaq mənfi 2'yə b olacaq 1. Bizdən istəyir a plus b cəmini. Onda a'mız 1 b'miz 1 plus 1 bərabər olar 2'yə. Deməli cavabımız 2 olar. Əgər izah bəyəndinizsə zəhmət olmasa kanala abunə olub videoları bəyənməyi unutmayın. Sağ olun, salamat qalın. Kanalı izləmədə qalın.